Doktor, hamiləliyi medikamentöz dərman üsulu necə dayandırmaq olar? Medikamentöz abort hamiləliyin erkən vaxtlarında, əsasən də 5-9 həftəliyində dərman vasitəsilə pozulması deməkdir. Bu ultrasəs müayinəsi zamanı mütləq ilk növbədə həkim ultrasəs müayinəsində baxır. Hamiləliyin uşaqlığın daxilində gestasiya dövrünü təsdiqləyir və uşaqlıqda yerləşməsini təsdiqləyir. Bəs bu dərmana necə istifadə olunur? İki dərman üsulundan istifadə olunur. Birinci dərman progesteron hormonunun təsirini blokad eləyir və dölün uşaqlıq divarında inkişafını dayandırır. İkinci dərman uşaqlığın yığılmasını artırır, döl və qan laxtalarını xaric etməsinə kömək edir. Bəs bunlar kimlər istifadə edə bilər və əks təsiri varmı, əks göstəriciləri varmı? Əks təsiri ektopik hamiləliklərdə, qan xəstəliyi, qanda laxtalanmaz pozğunluğu, qaraciyər, böyrək xəstələrində bunlar əks təsir göstərə bilər. Yan tərəfləri də var bunlar? Bəli, yan təsirləri qanaxma verə bilər. Adətən bu dərmanı istifadə edərkən aybaşı qanaxmaları olur, amma yan təsiri biraz artıq laxtalarla qan gələrsə, onunla yanaşı bel ağrısı, baş ağrısı olarsa, güc kimi əlamətlər, güc gəlmə kimi əlamətlər olarsa, mütləq artıq ginekoloqa müraciət etməlidirlər. Bəs medikamentöz abort üstünlükləri nələrdir? Üstünlükləri cərrahi müdaxilədən kənarda qalır, uşaqlıq və uşaqlıq boyunu zədə almır. Bəs doktor, bu dərmanların əks göstəriciləri hansılardır? Əks göstəriş ektopik hamiləlik, uşaqdan kənar hamiləlik, qaraciyər, böyrək xəstəlikləri, qan xəstəlikləri, qanda laxtalanmanın pozğunluğu və dərmana allergiya olarsa, buna yanaşı 12 həftədən yuxarı hamiləlik olarsa qəti olmaz. Və doktor, daha çox verilən suallardan biri də bunun ev şəraitində, yəni ev üsulunda istifadə etmək olarmı? Xeyr, dərmanlar yalnız həkim nəzarəti altında olmalıdır və onu da qeyd edim ki, müalicə 5-7 gün tələb edir və 7 gün ərzində aybaşı qanaxması olur. Bitdikdən sonra mütləq təkrar ultrasəs müayinəsinə müraciət etməlidirlər.